anadan soruşurlar ki, ay ana, hansı balanı çox istəyirsən? Ana cavab verir, balacanı böyüyənə qədər, çöldə olanı evə gələnə qədər, xəstə olanı Rəfik baba sağlana qədər, hamısına ömrünün axırına qədər. Cabir Doğruz yazır ki, hoş geldiniz bu dünyaya balaları, sevinçləri, şadlıqları, balaları. Siz geldiniz bilirsiniz ne ettiniz. Oğlan edin, beni ata ettiniz. Siz geldiniz, ışık saçdınız bu dünyaya. Siz geldiniz, hayat verdiniz bu dünyaya. Hara getsem, harda olsam, sizin körpe ömrünüzü düşünürəm. Hara getsem, harda olsam, sizin için den yığıram. Ne yıksam da, her içini ten yığıram. Deyirəm ki, bu Mirzənin, bu Müşfiqin, heç demirəm, yazıq canım, bu da mənim. Anam deyir, ay baba, anam deyir, ay bala, heç baxmırsan özünə sən. Özüm sənə baxasıyam, özüm sənə paltar alasıyam. Neynəsin ki? Neynəsin ki yazım anam? Onlar mənim balamdırsa, mən də onun balasıyam. Mən də onun balasıyam.